Bir gün Talutun ətrafındakılar ona dedilər: Bugün bizim Calut və onun qoşunu ilə vuruşmağa gücümüz çatmayacaq. Sayımız çox azdır. Calut və qoşunu isə güclüdür. Onların içərisindən Allahın hər şeyi edə biləcəyinə inananlar isə dedilər: Neçə-neçə azsaylı dəstələr Allahın izni ilə böyük ordulara qalib gəlmişlər. Biz səbr edib sudan içmədiyimiz üçün Allah bizə kömək edəcəkdir. Bununla da vuruşmaq üçün hazır olduqlarını söylədilər. Döyüş vaxtı çatdıqda Allaha inananların ordusu inanmayanların ordusu ilə qarşı-qarşıya gəldi. Allaha inananların başında Talut dayanmışdı. Azğın olan dəstənin başında isə Calut idi. Calutun ordusunun hər bir imkanı var idi. Talutun ordusunun isə Allaha inamı var idi. Allah inananların yardımçısıdır. Talutun əsgərləri Calutun qoşununun qarşısına çıxmaqdan öncə dua etdilər. Allahdan kömək istəyib: Ey Rəbbimiz, bizə səbir ver, qədəmlərimizi möhkəmlət və imansızlar üzərində qələbə çalmaqda bizə yardım et. Dedilər.